Qumburin tullantısı üçün Baksovet Zığda nə qədər yer ayırmışdı? 10 hektar. Qarayev adına və 22-ci Qurultay adına neft ayırma zavodlarının tullantıları indi nə qədər sahəni tutub? 80 hektardan çox. Neft ayırma zavodlarının çölə tökdüyü qumburin, kərpiç zavodları üçün əvəzsiz xam maldır. Kalinin adına tikinti materialları kombinatı qumburin sahəsinin 2 kilometrliyindədir. Qapısından, bacasından görünür ki, nümunəvi müəssisədir. Kombinatın istehsalat şöbəsinin müdiri Yelena Zamaryonova yoldaşı 22-ci Qurultay adına zavodun baş mühəndisinin təbiəti mühafizə üzrə muavini Rəsul Quliyev yoldaşla görüşdürdük. Gündə nə qədər qumburin tullantısı çıxır zavoddan? 100 tona yaxın. Sizin kombinata gündə nə qədər qumburin lazımdır? Ну, потребность нашего производства в гумбарине порядка 18 тонн в сутки. Bəlkə zavodla müqavilə bağlayasınız. Ну, последнее время у нас мы хотим достичь договоренности, чтобы они нам обеспечили. Они же все равно везут на свалку. Нет, это вопрос я впервые слышу. Вообще-то не подняли этот вопрос никогда. Bəs qumburin sizin kombinatın sahəsinə necə gəlib çıxıb? Что вы говорите? Не крутите.